İranda hadisələr var axı, Canidar bəy, 78 vilayətdən danışılır, 20 ölüdən danışılır, 990 həbsdən danışılır. Hansı agentlikdən yaymışdı onu, hər hansı bir xarici agentlik yaymışdı, elə mi onu? Bəli, bəli. İndi xəbər saytları, özlərində də isnadlar var. İranın 78 əyalətində olay varsa, yəqin Təbrizdə də olmalıdır, düzdürmü? 78 əyalətdən biri Təbrizdir. Təbrizdə kimsə ya da Ərdəbildə, Xoyda, Mərənddə, Azərbaycan bölgələrində hansısa bir aksiyaların olduğunu eşitmisinizmi? Rasma düşür. Nətər olub onda 78 əyalətdə inqilab hərəkətlənmələr var haqqında bilgilər yayılır. Buradan bura Astarada, Ərdəbildə ən yaxın sınır bölgəmizdə, doğrumu? Hər hansı bir hadisə yoxdursa, orada olan insanlarımız da bunu bilmirlərsə, nətər olur ki, biz İranın 78 əyalətində böyük mitinglər olduğu haqqında bilgilər yayırıq, İran dağılır deyirik. Və eyni zamanda bugün hər bir adamın İran adlanan Azərbaycanda bir neçə tanışı var. Ən azı telefon əlaqəsi var, internetlə yazışırlar. Media açıqdır İranda, nə baş verir içəridə, insanlar bir ilişki qura bilirlər. Belə bir durumda insanlar niyə öz ilişkilərinə inanmırlar? Dünyanın küresel informasiya mərkəzlərinin yaydığı kirli propagandaya inanırlar. Və eyni zamanda həmin propagandanı Azərbaycan mediası olduğu kimi kopyalayır. Bu durum ilk növbədə Azərbaycana qəsdi. İran Azərbaycandır. Azərbaycanla bağlı bu cürə Azərbaycana qarşı olan informasiyaları necə olur yayırsınız? Siz bunun fərqindəsinizmi ki, siz öz gələcəyinizi baltalayırsınız bu açıqlamalarınızla? Ya da siz kimin əlini oynuyorsunuz? Madronun ətraflısınızmı siz? Yəni o güclər ki, onları tərsələ etdilər. Siz Azərbaycan dövlətin ayağını mı qazırsınız? Siz Azərbaycan dövlət başçısına qəsd planı içərisində mi iştirak edirsiniz? Xüsusilə mən Azərbaycanda FETÖ-yə bağlı yayın quruluşlarının aktiv olduğunu görürüm. Xüsusilə mən bəzi media qurumlarının adını çəkmirəm. Məqsəd nədir? Lav TV-nin mövqeyini nəzərə alaraq Azərbaycanda bir sıra yayın quruluşlarının adını çəkmirəm. Onların bir çoxsu dövlət qurumları tərəfindən yönəldilir. O qüvvələr Azərbaycana qarşı fəaliyyət içərisindədirlər. FETÖ çətəsinə işbirliyindədirlər. Onların ayağı yığışdırılmalıdır. Hər halda bu gün danışmasaq da, yaxın günlərdə bu haqda açıq kontekstdə danışmalı olacaq. Bu cürə propaganda yığışdırılmalıdır.